Ədalət, xoş gəlmişsən. Səni görməyə çox şadıq, çünki plus enerji var Sən səndə. təsəvvür eləmirsən, mən necə sizi görməyə şadım. Xoşuma gəldi. Bu nəli nəli. Bu qardaş dürəkdir, bizi bu qədər tərbiyə. Başdan işimi düzəldirəm ki, mənə çox il işləyəsiniz. Baxımsan bizim verilişə, Ədalət. Baxmışam. Yaxşı, indi yalan deyir. Bax, Namiqlə baxmışam. Baxırsan, məndə baxırsan. Meyxananın dünün axırda nəsə. Yox. Sonra kimlə baxmışam? Zamiqlə baxdım. Zamiqlə baxmışsan, Yazıq indi Ədalətlə Zamiqi dirəmişdi Zamik bura. Zamik nəsə görə çox ciddi almışdı. Bizim verilişin formatı belədir ki, deyib ki, biraz əyləncə. Zamik ümumiyyətcə zarafatçı. Sizin görsənməyən tərəflərinizi tamaşaçıları göstərir. Biraz əyləncə, yəni Ədalət həm də insanlarla dostdur. Deyib gülməyə bacaran insan. Bunu göstərmək istəyirik. Tək müğənni deyil. Hamımız elə başlayırsınız birinci. Zamik də gəlmişdi. Zamik də elə bildi ki, 4 dənə dostum oturub burada, mənim kimi. Tahirdir, Cabirdir, indi Fərda maşallah, sən də öz yerində. Adam belə gəlir ki, dostlar... Sən istəsən, mən 12 ildə öz yerimdəyəm. Bunlara deyirsən, maşallah elmədir, sən də öz yerində. Bu niyə belə deyirsən? Yox, biz dostuq axı. Çox maraqlı bir faktdır. Hamı nədənsə məhz Namiqlə olan verilişi xatırlayır. Nədəndir bu Elməddin? Bilmirəm. Mən deyim də nədəndir. Açıq etiraf elə də. Kimi etiraf edim. Yeganə qonaq olubsa ki, o məni susturdu. Deyirdin ki, İzzətdir səni susturur. Bir də İzzət susturmadı. Mən İzzətdən gözləmədiyim cavabları aldım. Mən deyirdim, deyəcəyəm, o susacaq. Mən deyirəm, o Mən başa düşməm, mənə bura çağırmışsınız, yoxsa biz indi bütün Niyə dostlarımızı... müzakirə elədik? Məndən danışın. Nətərsən, yaradıcılığında İzzət nətərdir? dostumdur, burada yoxdur, indi ona salamlar Salam söyləyirik. söyləyirik. Yeni işlər varmı? Yeni işlər var, biz... Yox, təzə mağazanıza soruşuram, musiqi ilə bağlı bilmirəm. Cabir, belə dostlarla heç düşmən də lazım deyil, valla. Bu. İstəyirsən axırın daha nə almışsan, neçə almışsan, hardan almışsan? Valla 8 ildir mənim nə dükanım var, nə... Fotostudiyan var. Yoxdur, kim sizə deyib? Sən nəyinə? Ədalət kredisi içində batır. Maşın yoxdur, metro ilə fırlanır. O gün mənə biri görüb deyir, Ədalət, mən bəs eşitdik sizin avtosalonunuzdan. Deyirəm, valla mənim ömrümdə avtosalonum heç olmayıb. Biri də zəng gelib deyir, Ədalət, mən eşitmişsin, bir dənə firma var, nə bilim, o oynayırlar. 20 dənə maşını var, şeyə gətirin, Gözə gətirmişsin adamı. Nəyi var ki? 3 dənə maşındır bizim ailədə. Burası rəhlətdirir, tez-tez rəhlətdirir. Yaxşı, nə olar? Kraskaya tez. Ki, səhər başqa maşınla çıxacam. Ədalət Bakıdan çıxanda, əskərə gedəndə, Sumqayıtda yaşamısınız da, əskərə gedəndə... Mən əskəriyə Sankt-Peterburgdan getdim. Oradan gedəndə, əskərə gedəndə bir dənə gitar aldım. Cəmaat Biləcərdən gedir əskərliyə, Ədalət Sankt-Peterburgdan. Mən Sankt-Peterburgdan getdim. Belə yaşamağa nə var? İmkan var. Bu da başladı. Belə yaşamağa nə var? Biz səninlə axı danışdıq orada. Bəs o 100 manat verdim sənə oradakı cavab. Azdır da, 100 manat azdır. 80 da verdim buna da. Bax, gör özü necə aparır. Cəmaat elə biləcək ki, O pis əmiydi, pis. saat bütün müğənilər düzüləcək bura ki, bizi də verilişə Rəq istədim sənə deyəm ki, çaşıq saatı sarışqaya gəlmirsən, Tahir baş salıb ki, bu təzə modu sən bilmirsən. Yox, bilirsən nədir? Deməli, bu sarışqanı mən öyrədim. Göstər qoy görsün. Qolun kəsirsən, Göstərin. qolun deşiyini kəsirsən, belə. Çox maraqlı. İyi, və salam da qayçı ilə belə akurat. Sən salırsan ora və salam da. O saatdan yox, deyə problem sarışqada deyil, problem saat. Gitar sənə uğur gətirdi. Gitar ümumiyyət həmişə mənimlə. Silahındır da, silah daşıdır. Bəli, Bir bəli. dənə sual verim, gitara kökdən düşürmü? Əlbəttə ki. Köhlüyürsənmi? Bəli. Sən bu yaşa kimi neçə dənə gitarı köklüyübdü, Ədalət? Deməli, evdə biri vardı, studiyada biri vardı, əskərlikdə biri vardı, tələbə 7-8 dənə. Gitara köhləmişsən. Bəli. Şuluq. Özü nəyi var kökləmişəm ha. Nəyi var kökləmişəm. Hansı havada o gitara kökdən İnanırım, çox az gitara qalıb ki, Ədalət Çox İstidən isti havada. soyuqdan istəyən məcə... Nə, soyuqda ədyalan pükürsən gitaranı. Kökdən Ədyalan mı pükürsən? Ay canım. Yox, bu mənim ləhcəm deyil, Ədyalan mı? Köynə Azərbaycan sözüdür, ədyal. Ümumiyyətcə, Tahir də Cabir də yaxşı bilirlər ki, məsəl üçün, tar istidə soyuqda, biraz istidən soyuğa gətirdin, o saat kökdən. Şeydə də var, sazda da var. Sazda da var, skripkada da var ümumiyyətcə. Simli köhnə alətlərdir. Yəni, bunlar, əlbəttə ki, istidən soyuğa, soyuqdan istiyə. Sazla, məsəl üçün, saunaya getmək olmaz qətiyyən. Gitarayla. Saz maşında. Gitara ilə saunaya olar.
Ya, ona görə ki- Kitaran vidində də saunalıq bir şeylər var. Eyvah ha. Bir dənə götürürsən ağı blandinka kimi. Ədalət həm də dizayner işləyib də, düzdür? Etiketlərin Bəli, işləmək bəli, biraz bəli, düzgün bəli. demədim. Düzdür, mən əvvəl bizneslə məşğul Bəli, idim, və düz deyir, Sankt-Peterburqda. və etiketlərin yapışıq. dizayner olmusan da Bəli, sən. bəli, Ona biznes deyirsən, sən nə? bəli. Elə yox. Hə, kleylə. Hə, saprla, iynə Bunu hardan saprla. tapıb gətirdin? Neyirdi, zavodun işlədirdi, nə tələb? Hə, orada zavod idi, bax yapışan etiketkalar Söz nəsil varsa. mənsiz zavod idi. Ha, böyük bir tipografiya idi. Biznesmen olursan. Bəli, və oradan Və da neynirdi müğənnilik, Allah kömək o olsun. tutub gətirdilər mənə buralara. Maşallah gələndə ay qız keçmə bizim məhlədən Bəli. kimi mahnı ilə gəldin də Bəli. sən. Hamı da Bəli, doğrudan da sevdi bu hit mahnını. Bəli. Bütün maşınlarda, nə bilim ad günlərində, toylarda heç ədalət olmadan onu maqnitofon vasitəsilə hamı qulaq asırdı. Bəli. Çox gözəl bir mahnı idi. Niyə görə bu günləri ikinci bir belə hit yaratmır ədalət? Axı biz O bunu səviyyədə. gözləyirik, bəli. Partlayış. Bilirsiniz, bu yaxınlarda bir Eldar Mansurovla danışanda o dedi ki, ədalət, belə mahnılar 10 ildə bir dəfə olur. 12 il getdi, ədalət. 12 il yox, gələn il 20 il tamam olacaq. 95-ci il. Bax, bir onluğu da o aranjmanla yola verdi. İndi mənə Eldar mənim deyir ki, səndən qabaq bir dənə mahnı idi, ən populyar olan. O da Bəyaz Gecələr. Hə, o həqiqət. Həmin kimi tutdu. Ondan qabaq Bayatılar idi. Bəli. Bəli, bəli. Niyaməddin müəllimin mahnısı, Dünya Dünya Sənin Sənin. O vaxtı mən toya gedəndə 6 ay bax Sən elə də toya yeni gedirdin. şeylərə görə gedə bilmirdim. May ayı, nə bilim, bay ayı, mart ayı, dərd Hə, ayı. biz az məhərrəm işləyirik. ayı. Valla 5-6 aydır bizim işimiz. Sonra 6 ayda sifariş gəlmirdi. Eləcə 12 ay yola verdim. Mənə toya çağırır. Əlbəttə. Sən toylarda Toylar şahlıdır. neynəmsən? Tamadalıq eləmsən, Hə, əməl var. Prinsi. Amma normal pul verdilər, çox. Düşündüyündən çox pul verirdilər. O Sonra hamısı yaxın başa yəni düşdülər. zaten ədalətlə çox toylar yemir. Toyda elə bir çətin deyil ki. Sonradan Təqdim elədin ədaləti, təqdim elədin bəyaz. Yəni orada nə edirdin sən? Sadəcə təqdim edirdin, yoxsa zarafatlar idi? Hayır, ona Sən- görə təbii ki, çağırırlar. zarafatlarla təqdim edirsən. 3-4 dəfə çağırdılar görürsən ondan sonra da. Sonra zaman sərfin başa Sən xəbərin yoxdur. Bax, mənim şadlıq sarayları var. Üstündə bax mənim şəhlim vurub, qırmızı belə birdən xətt qoyubdular. Girişi qadağan eləyirdilər mənə. Ya mən oradan toylara Var, gedirəm, amma toylar- çox rahatdır toya getməmək. İnan ki, sana azadlıq verir. O biraz adamda gərginlik olur toyda falan. Amma onlar yox olur səndə. Rahat Doğru. getmirsən, daha xoşbəxtsən. Dövlət tədbirləri bizdə çoxdur. Hə, bilirəm, dövlət Konsertlərdir, tədbirləri bəli. çox. Sən toylara amma yarım saatlıq gəlsən sən. Toylar Əydin hər təbrik. proqramda, hər müğənni öz proqramına görə çağırırlar, ona da görə gəlib o Başqa adamların fəaliyyət- mahnılarını oxumusan. Yox. Tahirin bir dənə sualı var. Bəli. O sualı mən sənə Qoy verəcəm. Tahir versin. Hə, o sualı 100% burada nəsə Mən birinci var. dəfə deyə görə. Sən niyə mənim adımdan istifadə edirsən? Buyur o sualı verəcəm. Bir sənə hansı sualı verirəm. Mən özüm verirəm. Yaxşı sən ver. Hə. Deməli sən başqa müğənnilərin mahnısını oxumursan, öz proqramından qırağa çıxmırsan. Bayağı mahnılar oxuyursan. Bayağı sən bayağı nəyə deyirsən? Hala belə bayağı. Can-canadır, Əslində ədalətli bir şey var. Bilirsiniz, mən sizə bir şey deyim. Məni məclisə çağırırlar mənim repertuarıma görə. O da 7-8 mahnıdır. Onu oxuyuram, çıxıb geyirəm. Ona görə ki, vaxt olmur. Mənim dalınca başqa müğənni gəlir. Qardaş, sən İnan toya ki, bu- çağırdılar, deyirlər 8 dənə bir-birindən bayağı mahnı oxu. Mən elə toya çağırıram. Hala 1 milyon da pul verir ədalət. Can-canadır, can. Neyse, nə oxuyur? Bir boy mahnıdır, bax. Dünən oxuyur. Yəni Tahir, razısan ki, biz test elədik bu veriliş boyundan. Azərbaycanda 1 milyon o mahnıları oxumayan müğənni yoxdur. Yaxşı ki mən bu sualı icad eləmişəm. əziz tamaşaçılar. Yox, əslində test idi o sualın özü. Amma- Razısan? Doğrudan da gözəl bir testdir. Hətta bu gün də artıq müəyyən oldu Milyon da pis ki, rəqəmdir. maral, o da bayağı bir mahnıdır. Mən razıyam, ədalət. Razıyam ki, Bayağı deyəndə əgər hamı, bilirsiniz, xalq mahnıları əvvəl kim yazırdı? Heç kim çoban idi, çıxırdı, qolunu otara-otara nəsə zümzümə eləyirdi. Ay sağ ol. O zümzüməni kim seçilirdi yavaş-yavaş və onun müəllifi olmadığını ona deyirlər xalq mahnıları. Və bütün Dildən xalq dilə. mahnıları Amma- biz qulaq assaq, doğrudan da sözləri çox da siz deyən belə... Dərin sözlər yox. Yox, amma yox, o yox. mahnıları, ədalət. Bəli. Razıyam. bir sualım var. Bəlkə Hə. çoban, bəlkə traktorçu fərqi Bəli, yoxdur. bəli. Amma çoban da onu bəstələsə də mahnılardan, bizim xalq İndiyənəcən, mahnılarından bəli, görünür bəli. ki, çox səviyyəli və çox savadlı bir Normal çoban idi. çoban oldu. Elə də tamaşaçılar. Bəli.
Bir dənə sualım var. Bəli. İstəyirəm onu da elmətini versin, onu da o sualı ver. Hə, deməli Fərid nəyə demək Sual yox, amma həqiqətən bu Siz reallıqdır deyəsən ki. hansıda Kurilkada söhbət eləyəndə. Mən bir mahnı var ya, Badəm şərab La dolu, sinəm Əslində o mahnı da sual o qədər çəkili mahnı deyildi də. Nədənsə sənin bilirəm o aranjmanından asıldı, səs tembrundandır. Mənə elə gəlir hansı bayağı mahnı dediyimiz mahnılar var. Onu Ədalət oxusa vallahi onu da brend eləyəcək. Bu sənin üstünə yazdı. Mən sizə... Mən bir çox bağayaq mahnılara qulaq asanda deyirəm ədalət üstə yazdı. Elə mahnılar məndə 3-4 dənə var. Onlardan biri də elə, valla, indi bugün də sizin qarşınızda oxuyacaq onu. Bu Yaşıl Ağacın Altı bizimdir, Zəlimxan Yaqub yazıb. Bəli. İndi baxın, o qədər aşıqlar oxudu o mahnını, elə Zəlimxan müəllim özü dedi ki, valla, o qədər aşıq oxudu bu mahnını. Amma sənə bir şey demədim. Təriflə, Biz verilişə qonaq çağıranda iynəliyirik. Amma Gecəni müğənni sən ki, danışdıq, verilişin sonlarda artıq. Yox, nəsə belə daha da sual çox varsa açıb. Yox, Sən öyle inciyərəm üzünə bax. Yox, Hə, buyurun. Hər şey deyək. Dedim nə inciyər? Başqa İynə nə var? Yəni dediyim o həqiqi sən çox istədim. bu Çox reklamdır ki, səmimi reklam, Bəli, reklam, reklamlardır. reklam. Qaqaş. Bizim çörəyimiz Dəftəri reklamlardır. götürmüşkən, Biz onun belə. arasına bir 200 qoyardım. Yox, hardadır? Məni görürsünüz. Sual haqqında. Yox, təbii. Çox sağ ol gəldin. 70, Düzün desəm 80. çox səmimi insansan və verilişimizin sonunda bizim bir rubrikamız var. İstəyirəm Onu da Hə də tayı. Yaxşı, mən təqdim eləyərəm. O mənim rubrikamda deyil. Çünki artıq mənim rubrikalarım bitdi. Bu dəfə həmişə olduğu kimi əziz dostlar, biz Cabir İmanovun foto qalereyasına nəzər salırıq. Üstə bu dağı neçə dibildim, bu dağda yarpaq neçə dibildim, salğımın saçağı neçə dibildim. Bu yaşıl ağacın altı bizimdir, bu yaşıl ağacın altı bizimdir, bu yaşıl ağacın altı bizimdir. Saçağı tərpənir tellərin kimi, saçağı tərpənir tellərin kimi, yarpağı oynayır əllərin kimi, düyməsi açılıb tüllərin kimi. Bu yaşıl ağacın altı bizimdir, bu yaşıl ağacın altı bizimdir, bu yaşıl ağacın altı bizimdir. Bu sevgi bulayla bu beşi bizim, çeker növbəmizi bu keşi bizim. Neyimize lazım değil eşi bizim. Bu yaşıl ağacın altı bizimdir, bu yaşıl ağacın altı bizimdir, bu yaşıl ağacın altı bizimdir. Den kimi səfələ toxum kimi ək, den kimi səfələ toxum kimi ək. Zəlimxan bu anın qayğısını çək. Hələ bizdən sonra çox deyəcək, hələ bizdən sonra çox deyəcək. Bu yaşıl ağacın altı bizimdir, bu yaşıl ağacın altı bizimdir, bu yaşıl ağacın altı bizimdir, bizimdir, bizimdir. Bu yaşıl ağacın altı bizimdir, bu yaşıl ağacın altı bizimdir, bu yaşıl ağacın altı.